Dünya en meşhur yazıcısını niye unutturdu? Yox ha. Bir vaxtlar dünyanın en meşhur yazıcısıydı. Amma iş orasındadır ki, tənqidçilər onu bəyənmirdilər. Niyə? Çünki mənəviyyatdan yazırdı. Dedilər ki, rəhmətliyin qızı, nə mənəviyyat salmısan. Sən gəl bizə biraz adaxlыбazlıqdan yaz, cəmaata o maraqlıdır. Amma yox, o öz dəsti xəttini dəyişmədi. 3 il ərzində 37 tiraj vurdurdu. Əsərləri Arthur Conan Doyle'ın əsərlərindən daha çox satılırdı. Təbii ki, həmin dövrün kişi naşirləri, kişi yazıçıları, kişi tənqidçiləri onu ümumiyyətlə dəstəkləmir, heç ciddi ədəbiyyat yazdığını da düşünmürdülər. Amma oxucular onu çox bəyənirdi. Neynədilər? Başladılar əsərlərin ixtisar eləməyə. Bu da bəs eləmədi, bir müddət qadağalar qoydular. Əsərləri heç harda çap olunmadı, çap olunan kitablar satışa çıxarılmadı. İndi dünya təzədən onun kitablarına qayıdır. Söhbət İngilis yazıçısı Maria Corelli'dən gedir. İblisin İstirabı Corellinin şah əsəridir. Bu kitabla məşhurlaşıb, bu kitabla adın dünyaya yaxanıb. Amma elə bu kitaba görə də daşqalaq olunub. Ölkəmizdə ilk dəfə öz dilimizə ixtisarsız olaraq Səbat nəşriyyatında çap olunub. Kitabın əvvəlində tanış adamların adını da görə bilərsiniz.